Şair deyir ki, Cahan bağında ey Arif, budur məqbul-i insü cin, nə kimsə səndən incinsin, nə sən bir kimsədən incin. Yəni ey Arif, Cahan bağında insanlar və cinlər üçün məqbul olan, qəbul edilmiş olan, bəyənilmiş olan hal budur ki, nə bir kimsə səndən incinsin, nə də sən bir kimsədən inciyəsən. Arifə də bir kəlmə, bir işarə bəsdir. Yəni bağ deyəndə yadımıza cənnət düşür. Həqiqətən də yaradan cahana cənnətin bir çox əlamətini verib, çaylar, yaşıllıqlar və s. Amma cahanı həqiqi cənnətə çevirmək üçün nə lazımdır? Doğrudan da insanlar bir-birlərini incitməsələr və qəlbləri incidildikdə, sındırıldıqda, qırıldıqda inciməsələr, yəni mənfi yükü alıb müsbət yükə çevirə bilsələr, dünyanı şəfqətlə, məhəbbətlə, mərhəmətlə doldura bilsələr, dünya özü də bir cənnətə çevrilər. Quran-Kərimdə də cənnət əhlinin vəsiflərindən belə bir işarə var ki, onlar bir-birlərinə salam, salam deyərlər. Yəni bir-birlərinə salamatlıq arzulayarlar və əmin-amanlıq içində yaşayarlar.